Hörmətli tamaşaçılar, ötən gün yığmamıza daha bir medal qazandıran idmançılardan biri də Həsən Əliyevdir. O, 3-cü yer uğrunda mübarizədə qalib gələrək bürünc medal qazanıb. Hal-hazırda əməkdaşımız Rüstəm İbadov zəfər otağında Həsən Əliyevin yanındadır və öz təəssüratlarını verir. Buyur Rüstəm, söz səndədir. Hər vaxtın xeyir Azər, hər vaxtınız xeyir hörmətli tamaşaçılar. Xəzər televiziyası olaraq 1-ci Avropa oyunlarına qələbə qazanan, uğurlar qazanan idmançılarımızı sizə təqdim etməyə davam edirik. Hal-hazırda biz Milli Olimpiya Komitəsinin deməli zəfər otağındayıq və yanımda dünən Yunan-Roma güləşi yarışlarında 3-cü yeri tutaraq bürünc medal qazanan Həsən Əliyev var. Salam Həsən, təbrik edirik səni bu qələbə münasibəti ilə və təəssüratlarını alaq. Yəni necə bir histir ilk Avropa oyunlarında bürünc medal qazanmaq? Buyur. Təbii ki, böyük bir histir. Çünki həm birincidir, ilkdir, həm də öz ölkəmizdədir. Yəni, həyəcanlı oldu. İstəyərdim birinci olun. Yəni, alınmadı, qismət bulmuş. Yəni, biraz həyəcan, biraz stres, biraz tələskənlik qızıl medallarımdan aldı. Qismət. Yəni, belə olmamış, belə də oldu. Yəni, xalqıma söz verirəm ki, gələn yarışlarda bu səhvimi təkrarlamayacağam. Yəni qızıl medallar almağa davam edəcəm. Yenə də böyük uğurdur Həsən. Yəni bəs hazırlıq prosesi necə keçmişdi? Yəni nə vaxtdan başlamışdınız hazırlıqlara, hədəflər nə idi ilk hazırlaşanda? Bunlardan biraz danış. Deməli hazırlığımız çox yüksək səviyyəyə keçdi. Çünki bu da medallardan görünür. Dostlarım 2 dənə qızıl aldı, 2 dənə gümüş aldı. Yəni bu böyük bir nəticədir. Yəni hər bir ölkədən böyük idmançılar gəlir. Yəni zəif yarış deyildi. Yəni Avropanın bütün hər yerindən gəldilər. Yəni böyük bir histir. Çünki birincidir, ən əsası bizim ölkəmizdə olduğu üçün böyük ciddi hazırlaşmışdıq. Yəni bunu sizə yəni 2-3 dəqiqə ərzində yəni çatdıra bilmərəm, yəni necə hazırlıq oldu. Bir onu deyə bilərəm ki, maksimum nə lazım idi, yüksək səviyyədə hamısını etdik. Şükürlər olsun ki, yəni dostlarım da utandırmadı bizi, yəni böyük nəticələr əldə elədik. Yəni idmançılar adətən qələbə qazananda ilk sevinən, daha çox sevinənlərdən biri də onların valideynləri olub. Yəni valideynləriniz yanınızda olmasa, yəni paytaxtdan uzaqda olsa da necə yəni ifadə elədilər o hissləri? Yəni nə vaxt bildilər, necə öyrəndilər? Onları bir danışa bilərəm. Hələ evlə əlaqə saxlamamışam. Yəni yəqin ki, inanmıram çox sevinələr. Çünki hər kəs, yəni bütün məşqçilərim, dostlarım, tanışlarım məndən birinciyə gözləyirdi. Yəni 3 oldu. Yəni belə. Xəzər televiziyası olaraq, yəni yarışlar davam etdikcə biz idmançılarımızın uğurları, medalları, onların yaxınları və özlərinin təəssüratlarını sizə çatdırmağa davam edəcəyik, əziz tamaşaçılar. Hələlik isə bu qədər. Buyur Azər, söz səndədir.